İndi isə gəlin 29-cu sualın izahına baxaq. Hansı cümlədə əlavə mübtədaya aiddir? A variantında deyir ki, Vüqar köhnə dostum gələndə onu vağzalda qarşıladım. Bu nümunədə qarşıladım xəbərdir və bu cümlənin mübtədası olsaydı mən olacaqdı. Qarşıladım ki, mən. Yəni burada Vüqar insan adıdır, yəni xüsusi isimli cümlənin əvvəlində görən kimi bunu mübtəda olaraq düşünməyin. Bir sual verin. Qarşıladım ki, mən. Mən burada bir daha deyirəm, yoxdur. Nə zaman? Vüqar gələndə. Burada əslində Vüqar gələndə cümlənin zaman zərfliyidir. Köhnə dostum, Vüqar sözünün əlavəsi olan köhnə dostum hissəsi isə feili bağlama tərkibinin asılı tərəfinin əlavəsidir. Yəni burada mübtədanın əlavəsi işlənməyib. Biz bu barədə dərslərimizdə də danışmışdıq. Yəni bəzən feili bağlama tərkibinin, ümumiyyətlə feili birləşmələrin yaxud ismi birləşmələrin asılı tərəfinin əlavəsi də işlənə bilir. Bu da ona uyğun bir nümunədir. B-də Azərbaycanım, doğma yurdum, başını dik tut. Burada isə xitabın əlavəsi işlənib. Gəncə, qədim şəhərimiz gündən-günə gözəlləşir. Gözəlləşir hara? Gəncə, hara? Şəhərimiz. Bəli, C variantını götürürük. Mübtədanın əlavəsi işlənib. Gənc əsgərlərin hərbin sirlərinə yeni bələd olanların and içmə mərasimi bugün keçirilir. Keçirilir nə? Gənc əsgərlərin and içmə mərasimi. Əslində mübtəda bu şəkildə olmalıdır. Sadəcə olaraq orada yenə də ismi birləşmənin asıl tərəfinin əlavəsi işlənib. Hərbin sirlərinə yeni bələd olanların. Baxın, bu isə ismi birləşmənin asıl tərəfinin əlavəsidir. Kəndin kənarında, qayalıqda kəklik otu yığırdıq. Yığırdıq. Hara, nə? Nəyi? Kəklik otunu. Cümlənin tamamlığıdır. Harada? Kəndin kənarında. Harada? Qayalıqda. Burada isə yer zərfliyinin əlavəsi işlənib.